Ermənistan Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşları Aray Karutunyan, David Babayan, David İşxanyan, David Manukyan, Lyova Mnasakanyan və digərlərinin barələrində olan məhkəmə hökmündən verdikləri apellyasiya şikayəti məhkəmə prosesində baxılmağa başlanılıb. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılır. Məhkəmə iclası prosesinə bugün başlanıldı və iclasın əvvəlində əvvəlcə hakim məhkəmənin tərkibini elan etdi. Bundan sonra tərcüməçiləri təqdim etdi. Təqsirləndirilən şəxslər, ümumiyyətlə tərəflər məhkəmə heyətinə, həmçinin tərcüməçilərə hər hansı bir etirazlarının olmadığını bildirdilər. Bundan sonra isə təqsirləndirilən şəxslərin anket sorğularının elan olunması prosesinə başlanıldı. Hazırda da həmin anket sorğuların elan olunması prosesi ilə məhkəmə prosesi davam edir. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycana qarşı çoxsaylı cinayətlər, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlər törətməkdə təqsirli bilinirlər. Onların barəsində işə əvvəlcə Bakı Hərbi Məhkəməsində baxılıb və bir ildən çox bir müddətdə məhkəmə istintaqı aparılıb, araşdırmalar aparılıb və məhkəmənin hökmü elan olunub. Məhkəmənin çıxarılmış qərarına əsasən 5 nəfər ömürlük azadlıqdan məhrum olunub, digər 2 nəfər isə 20 il müddətinə azadlıqdan məhrum olunub, qalanları isə müvafiq olaraq 19, 18, 17, 16 il müddətinə azadlıqdan məhrum olunublar. Hazırda proses anket sorğuların elan olunması ilə davam edir